Bismillahirrahmanirrahim. Alfa Omega proqramlaşdırma və dizayn şirkətinin təşkil etdiyi web proqramlaşdırma kursunun 7-ci dərsini, CSS bölməsinin isə 2-ci dərsini təqdim edirik. Bugün sizə HTML-də keçmədiyimiz bir tagdən danışacağam. Bu div tagidir. Hansı ki, gələcəkdə sayt qursanız, saytınızın əsasını bu div tagləri təşkil edəcək. Ümumiyyətlə, HTML konstruksiyasının əsasını bu div tagləri təşkil edəcək. Hansı anda buna deyirlər blok modeli, yəni saytın blok modelini təşkil edəndə, saytı blok modeli üzərində yığanda siz divlərdən istifadə edəcəksiniz. Divlər əvəzedicisidir HTML cədvəllərin. Yəni, HTML cədvəldə hansı işləri görürdünüzsə, artıq cədvəlin təyinatı öz yerində qalacaq. Sadəcə olaraq ümumi saytın strukturunu cədvəlin içində yox, müəyyən blokların içərisində təşkil edəcəksiniz. Cədvəl isə məsələn müəyyən bir siyahının tərtib olunmasında, müəyyən bir məlumatların göstərilməsində istifadə olunacaq. Saytın konstruksiyası isə divlər ilə yığılacaq. Mən sadəcə ümumiyyətlə blok modelinin üstün cəhətlərini göstərmək istəyirəm, ümumi əsas anlayışlarını. ID təyin edək. Header ID-si yazam şərt olaraq. Bir center ID-si yazaq, bir də footer ID-si yazaq. Footer hazırda bildiyimiz kimi ID-yə görə selektorla qeyd olunanda diez işarəsi istifadə olunur. Bəli, yeniliyə. Gördüyünüz kimi saytda heç bir dəyişiklik yoxdur. Çünki informasiyanın göstərilməsini istəməmişik. Browser hansı informasiyanın göstərməli olduğunu bilmir, çünki hər şey taglərin içindədir. Bunun üçün təbii ki, CSS-ə müraciət etmək lazımdır. CSS-də birinci bizdən hansı idi? Header divi. Header divinin with atributu var. Hansı ki, əksər taglərə aid etmək olar. With atributu HTML-də olduğu kimi eyni ölçülərlə tətbiq olunur. Necə yazılışı eynidir, sintaksi CSS sintaksinə uyğunlaşdırılıb və yenə də piksellə, faizlə və s. bunları HTML dediyimiz kimi verə bilərsiniz. Şərti viz verirəm buna 800 piksel. Height verək məsələn 200 piksel və fon rəngi. Fon rəngi HTML-də olduğu məntiqlədir, sadəcə sintaksisi fərqlidir. Burada artıq gedəcək background color. Yenə də HTML-də yenə də olduğu kimi rəngləri hexadesimal sistemdə verə bilərsiniz və yaxud da ilə öz adları ilə. Məsələn, red rəngini tətbiq elədi, yenilənmə gördüyünüz kimi hazırdır. Yəni bunu bəlkə kolomaniyamız var da bizim elədir. Kolomaniyadan istifadə edək. Dialog. Yaxşıdır elə bu. İkinci bölmə. Yeri gəlmişkən eyni qədər artırma Ctrl D düyməsidir. Məsələn, ya kursor cari sətri artırmaq istəyirsiniz, kursor olduğu sətri, yəni cari sətri artırmaq istəyirsə Ctrl D-ni basmaqla və yaxud da bütöv bir nəyisə artırmaq istəyirsinizsə Ctrl D ilə eynisini təkrarlaya bilirsiniz. Bu təbii ki Notepad++ proqramının xüsusiyyətləridir. Header center edirəm, eyni qalsın, sadəcə bunun rəngini dəyişdirək. Bəli. Yenə də birində yaradırıq. Bu da təbii ki olacaq footer. Footerda yaxşı rəng eləyək. Gördüyünüz kimi bizim artıq div modelinə uyğun saytımız hazırdır.
Təbii ki, centerdə sizin bildiyiniz kimi adətən centerin yaxınlığında, headerin yaxınlığında menyu olur. Centerin solunda olur menyu. Ona görə bu center taginin içində və ya da center taginin altında bir sidebar. Sidebar yəni sağ tərəfdən və ya da sol tərəfdən bir sütun əlavə edək. İndi yenidən sidebarın funksiyalarını qeyd edim burada. Xüsusiyyətlərini, sidebar hansı xüsusiyyətə malik olmalıdır? With 800, bəlkə mən bunu 200 edeyim. Həyətdə olsun 200. Background color'sı olsun black. Bəli. Gördüyünüz kimi göy, qırmızı, qırmızıdan sonra nəsə, ondan sonra yenə də yaşıl rəng. Gördüyünüz kimi istədiyimiz formada alındı. 800, 800, 200 və 800. Mən istəsəm ki, əgər bu qara blok qırmızı blokun ardınca gəlsin, qara bloku sola doğru tənzimləməliyəm. Sol doğru tənzimləmə hansı element vasitəsilə aparılır? Flow, çox istifadə edəcəksiniz bunu da. Float left, sola doğru tənzimləmə. Yerində qaldı. Qara element sola doğru tənzimləndi, yaşıl element isə ondan sonra gəldi. Lakin yaşıl element ondan sonra gəlmir. Yaşıl element sadəcə olaraq onun yerini əvəz edir. Burada çox incə bir məqam var. Çünki əgər mən bu float elementini hər birinə tətbiq eləsəm, gördüyünüz bu mənzərə alınacaq. Əgər mən zooming eləsəm, yəni monitorun, displayin ölçülərini dəyişsəm, onda qara blok qırmızı blokun ardınca gələcək. Daha görünüşlü eləmək üçün biz buna 600 piksel en verək və gördüyünüz bu effekti ala bilirik. Yəqin məntiq burada aydın oldu. Float left bütün elementləri sola doğru tənzimləyir. Gördüyünüz kimi, baxın, mən saytı zooming edirəm. Zooming edəndə browser görür ki, yer var və bu yaşıl elementi sola doğru tənzimləyir. Yəni, yaşıl elementimiz sola tənzimləmə funksiyasını istifadə etməklə qırmızı, qara və yaşıl blok silsiləsi əmələ gətirir. Daha təkmilləşdirmək üçün, daha məqsədli anlamaq üçün headerimizin hündürlüyünü 100 edək. Bundan sonra center'ın hündürlüyünü 300 edək. Footer'ın hündürlüyü də 100 məncə bəs edər. Yenilənmə. Artıq sayta oxşayan nəsə görə bilirsiniz. Elədir. Qara elementin hündürlüyü dəyişməlidir. Height 300 sidebar. Çünki bunun hündürlüyü artıq 300-dür. Bunun da hündürlüyü 300 olmalıdır. Və saytımızın bir ürəyə yatan strukturu artıq hazırdır. Yəni, sümüklərini artıq nəsə görə bilirsiniz. Sidebar, sidebarı əvvəl left yazaq. Sidebar right yazaq. Və bloklar bir-birinin ardınca gəlməsi üçün sidebar left center'dan əvvəldə olmalıdır. Eyni ilə sidebar left. Buna right eləyək artıq. With 200. Bunu da məsələn 300 etsək. Bunu da 200. 150. Mərkəz nisbətən böyük olsun. 150 ölçünü nəsə düz vermədik. 150, 300, 300, 600 eləyir amma bizə lazımdır bu. 250 olsun. Gördüyünüz kimi artıq saytın blok modeli tamamilə hazırdır. Təbii biz əvvəl bunu cədvəldə eləyirdik. 3-ün 3-ə belə bir cədvəl yaradırdıq. Yuxarı hissəni
bildiyiniz kimi call span, aşağı hissə call span. Orada da 3 dənə sətrə müəyyən öz kontentimizi yerləşdirirdik. Amma burada artıq blok modelindən istifadə etməklə bütün cədvəlinin funksiyaları ötürülür divə və daha geniş, daha təkmil funksiyalardan istifadə olunur. Yoxlamaq üçün bəzi yeni elementlərə baxaq. Şərti olaraq left hissəsinə mətn əlavə edək. Təbii ki, qararayda bu görünməyəcək. Sidebar left dialog box'dan daha açıq bir qızılı bir rəng. Gördüyünüz kimi mətnimiz hazırdır. Saytımızın sol kontenti hazırdır. Sol kontentdə blok modelin öz üstünlükləri var. Ümumiyyətlə, blok modeldə gördüyünüz, baxın bu bloka, blokla mətn arasındakı məsafəni verə bilirsiniz. Bir də blokla digər blok arasındakı məsafəni verə bilirsiniz. Daxili məsafə hissəsi adlanır padding, xarici məsafə hissəsi adlanır margin. Margində 4 tərəfdən, paddingdə 4 tərəfdən verilir. Yuxarıdan padding vermək istəyirsinizsə, padding top, sağdan padding right, aşağıdan padding bottom, soldan padding left. O cümlədən eyni ardıcıllıqla margin. İndi nümunə üçün yoxlayaq. Bu bizim sidebarımızdır. Sidebarımızda padding top. Məsələn 10 piksel. Yuxarıdan gördüyünüz kimi 10 piksel məsafə boşaldı. Yeniləyirik. Bir də padding right. Yenə də 10 piksel məsafə azaldı. Padding left. Yenə də 10 piksel. Padding bottom. Bu da həll oldu. Padding right yaxşıdır. Padding right biraz dəyişim. 20 piksel eləyək biraz. Padding right qaydasına düşdü. Yuxarıdan aşağıdan eyni qədər məsafə yarandı. Mətnimizə baxırıq. Mətnimizi biraz da artırmaq istəyirəm. Artırılan mətnimiz görünmür. Qoy, mən biraz da bunu artırım. Artırılan mətnimiz aşağıdan görünmür. Baxın, burada görünməyən mətn var. Bu görünməyən mətni hansı funksiyalarla təyin edə bilirik? Sidebarda overflow hidden funksiyası var. Yazılandan sonra mətn görünməsin. Bunu daha yaxşı görmək üçün mən footer'ı deaktiv eləmək istəyirəm. Baxın, harda ki divin hündürlüyü yekunlaşır, divin hündürlüyü yekunlaşandan sonra mətn görünmür. Default isə, yəni susmaya görə, baxaq necədir? Mətn uzunluğu yekunlaşdı, hündürlüyü və qalan mətn isə görünür. Default'a görə, default keçən dəfə demişdik, susmaya görə, yəni default. Default'a görə bunun funksiyasının adı visible'dır. Visible, yəni bu defaultdur. Biz heç nə verməsək başa düşür ki, əgər mətn divdən böyük olsa, mətni göstərmək lazımdır. Əgər mətn divdən böyük olsa, göstərmək lazım deyil. Hansı halda? O halda ki, overflow hidden yazılıb. Xüsusi hal kimi, əgər bunların heç bir sizi qane etmirsə, təbii ki, siz scroll funksiyasından istifadə edəcəksiniz. Scroll funksiyasına baxaq. Gördüyünüz kimi, əgər mətn divdən kənara çıxırsa, scroll, buna scroll bar deyirlər, sürüşən xətkeş. Sürüşən xətkeş vasitəsilə tam mətn həcmini görə bilərsiniz. Artıq nə divdən kənara çıxmış olursunuz, nə də
mətninizi itirmiş olursunuz. Bu zaman sizə scroll funksiyası lazımdır. Bundan əlavə, bayaq biz padding funksiyasını öyrəndik. İndi isə margin. Margin yenə də şərti 15 piksel verək. Margin topa. Blokun özündən məsafə. Keçən dəfə izah elədik biz. Yəni, blokun özündən olan məsafəni ifadə edirik marginlə. Blokun içinə doğru olan məsafəni ifadə edirik paddinglə. Yenə də eyni arızalı scroll top, məsələn, bir də mənə lazım. Təbii ki, siz bunların hamısını qeyd etmə məcburiyyətində deyilsiniz. Məsələn, scroll margin right lazımdır mənə. Margin right da olsun şərti yazsam təbii ki 20 piksel. Aydındır. Yuxarıdan, aşağıdan mətn blok daxil və blok xarici məsafələri, sərhədləri təyin etdim. Ona görə siz sayt qurarkən məsafəni margin və paddinglər olaraq hesablamalısınız. Yəni, fikir verirsiniz, bizim burada blok modelimizdə problem yarandı. Niyə? Çünki biz məsafəni ancaq uzunluğa və eninə görə hesablamışıq. Ona görə həmişə istifadə edilə bilin ki, məsələn, biz bunun hündürlüyünü 300 kimi təyin etmişiksə, üstəgəl bunun margini var, üstəgəl bunun paddingi var. 300-dürsə 10 hər ikisinə verəcəksə, artıq uzunluğunu 320 kimi nəzərə almalıyıq. Bu da detallardır. Xüsusi diqqət tələb eləməyən detallardır. Artıq göz qabağında olan bir şeydir ki, dəyişən kimi saytın strukturu dəyişəcək. Artıq biləcəksiniz ki, nəyi silib, nəyi əlavə etmək lazımdır. Margin və paddingi həddən artıq çox istifadə edəcəksiniz. Ona görə nəzərinizdə olsun ki, çox istifadə olunan funksiyalardır. Növbəti, yəni bu footerimizi blokdan çıxardaq. Belə nəsə bir şey alınsın. İkinci blokumuzun da içinə hər hansı bir mətn əlavə edək. Center bloku tutaq ki, hansısa bir mətn olsun. İndi əməliyyatları center blokunun üzərində aparaq. Öyrənəcəyimiz indiki elementin adı border elementidir. Border təbii ki, çərçivə deməkdir. Border width təyin edirəm. Məsələn, 3 piksel yeniləyirik. 3 piksel border görünmür. Təbii görünməyəcək. İkinci, border color. Border color-ı hansını təyin edəm? Color belə bir rəng, kobud fərqlənən rəng həmişəki kimi seçirəm. Təbii ki, mən burada nə eləmişəm? Borderin vizini vermişəm. Borderin color-sını vermişəm. Yenə də göstərmir. Deməli, nəsə çatmır. Nə çatmır? Border style. Border style solid. Məsələn, əmr verirəm. Solid nədir? Bütövlükdə bir xət. Bütöv bir xət formasında çərçivələ. Bütöv bir xət formasında mətnin çərçivələ. Görürsünüz, burada bir yaxşı padding lazımdır. Padding left 10 piksel. Deməli, border verdim. Borderin birinci nəyini verdim? Width'ini 10 piksel. Borderin sonra color-sını verdim. Yəni açıq yaşıl rəngdə. Bir də borderin style-ını verdim. Style nədir? Solid. Bu xəttin növüdür. Məsələn, biz bura dotted əmr verə bilərik. Yəni nöqtəli. Sonra biz bura dashed verə bilərik. Dashed yəni belə qırıq-qırıq. Biz bura double verə bilərik. Yəni qoşa xət. Borderin ümumiyyətlə funksiyaları yəqin ki, aydın oldu. Bir də bundan əlavə xüsusi bir funksiyamız var. Elementimiz border radius. Border radius şərti 15 piksel verək. Gördüyünüz kimi baxın, diqqətlə baxın. Borderin radiusları dəyişildi. Gördüyünüz kimi 15 piksel radius yarandı.
15 piksel və artırıb azalda da bilərsiniz. Yeri gəlmişən tutaq ki, biz bu ümumiyyətlə divimizi dairə formasında eləmək istəyirik. Çevrə formasında bizə nə lazımdır? Uzunluğu qədər 300-dürsə 150 pikselli, hətta paddinglərə görə biraz artırmaq lazımdır. 155 bəlkə də pikselli. Bunu dairəvi eləmək üçün bizə radius lazımdır. Yəni dairəvi elementlər adətən saytda ya şəkil formatında, yəni maska formatında, ya da baxın bu formatda istifadə olunur. Dairəvi elementlər. Bundan başqa biz hansı elementdən istifadə edə bilərik çərçivə üçün? Çərçivə üçün əlbəttə, baxın, border bottom tutaq ki, veririk. Yalnız aşağıda olan sərhəd üçün təyin olunmuş funksiya. Border bottom. Məsələn, 2 piksel kimi təyin edirik. Border bottom, təbii ki, border top, border left, border right. Biz adını yazdığımız sərhəd üçün öz funksiyasını təyin edə bilirik. Məsələn, yazdıq 2 piksel, gördüyünüz kimi aşağı border 2 piksel oldu. Və yaxud da sizə ümumiyyətlə yalnız maraqlandırır border, məsələn, top. Border top maraqlandırır. Border top təbii ki, olacaq 2 piksel. Və yaxud da ümumiyyətlə border topun olmasını istəmirsiniz. Onda non elementindən istifadə edirik. Non elementi çox məşhur elementdir. Yenə də bunda çox istifadə edəcəksiniz. Border top non. Gördüyünüz kimi yoxdur. Və yaxud da border right. Border right non. Sağ tərəfdə olan sərhəd olmasın. Və yaxud da tərsinə. Hamısına non verirsiniz, biri olsun. Eyni funksiyanın şahidi olacaqsınız. Xüsusi olaraq bir şeydə nəzərinizə çatdırım ki, məsələn, siz border left və yaxud da border right vermişsinizsə, border right-ın özünün rəngini vermək üçün artıq border right bir də color verə bilərsiniz. Və yaxud da border right style nə istəyirsiniz yaza bilərsiniz. Və yaxud da border right width. Bu ölçüləri border right, border left və border bottom-a görə dəyişə bilərsiniz. Yəni, əsas məntiqi budur. Hansı tərəfin border istəyirsə, ümumi border istəyirsə problem yoxdur. Boş border, məsələn, kala, tire, kala. Əgər yox, ancaq 4 tərəfdən birini istəyirsə, həmin tərəfin adını yazırsınız, border, tərəfin adı və nəyini dəyişmək, hansı xüsusiyyət dəyişmək lazımdır. İndi footerımıza da kiçik bir hansısa bir mətn əlavə edək. Yenilənmə, footerimizdə hər hansı bir mətn artıq hazırdır. Footerin rəngini biraz açmaq istəyirəm. Bəli, bu yazdıqlarımız görünsün. Footer. Footerdə mən bunu ankor tag eləmək istəyirəm. Ref test hansı bir sayt olsun. Elə saytımıza keçirirəm. Hypertext protokol. Yenilənmə. Üstünə kliklədi. Bilirsiniz ki, alfa omega aza gedəcək. Bütün mətni ifadə elədim ankor tagı ilə. Bu yaddaşda qaldığı üçün mən qoy cookie-ni silim. Yeri gəlmişkən istənilən informasiyanı və yaxud da dəyişikliyi, cache yaddaşı falan təmizləmək üçün Firefox browserindən cookie-ləri silməyiniz lazımdır. Təbii ki, burada everything, last horse, two horse, nə bilim today, nə bilim nə, everything adətən edirəm və yaxud da son 1 saatda olan cookie-lər silinsin. OK, yenilənmə və qaydasında. Nəyə görə elədim, indi bunu da göstərəcəm. Müəyyən mənim əlimdə ref tagi var. Bunu da belə eləyim, lorem bütöv qalsın. Deməli, ad taginə hər hansı bir funksiya vermək istəyirəm. Nəsil almada biz bunu öyrənmişdik. Biz bunu necə yaza bilərik?
footer A. Yəni footer divinin içində olan bütün A-lara şamil olunur. Footer divinin içində bütün A taglərinə və yaxud da məsələn burada bir A klası var. Bütün A klasına, footerin içində olan bütün A ID-sinə mənsub olan bütün elementlərə və yaxud da onun da içində olan məsələn bir bold elementinə, onun da içində olan bir span elementinə və yaxud da onun da spanın içində olan bir ul elementinə həsr olunur. Bunu istədiyiniz qədər yaza bilərsiniz. Bizə isə lazımdır tag-lə olan, yəni footer ID-sinə məxsus olan nə varsa, onda o bilmir, o divdir, hansısa bir elementdir, onun içində A-lara. A-ları neynəsin? Kala. Kalasını məsələn bir rəng götürək. Orada bütün kala bu rəngdə olsun. Yeniləyirik. Kala düşdü bu rəngə. Heç xoşuma gəlmədi. Açıq görünmür. Qırmızı rəng və seçək sərtdir. Yenilənmə və gördüyünüz kimi rəng bu formada oldu. Mən bunun font size-ını da biraz böyüdüm. Font size. Yenilənmə. Lorem ipsum version of lorem ipsum. Deməli, biz burada nə edirik? Birinci link. Yəni ankor linkləri 4 cür forma ola bilər ümumiyyətlə ankorun üzərində. Bunun biri A-linkdir. Yəni saytda olan və yaxud da müəyyən divin içində olan. Body'yə versəz bütün sayta aid olacaq, təbii ki, aydındır. Divə versəz divin içində, elementə versəz elementin içində olan. Bütün linklər, yəni A-link nə rəngdə olsun? Qırmızı rəngdə və şrifti filan. Şriftə məxsus olsun. İkinci mən nə edirəm? Yəni də yazan footerin içində olan alan üzərinə gələndə, hover. Üzərinə gələndə kalası dəyişsin olsun. Yenə də çox fərqlənən bir rəng qoyum. Hover üzərinə gəlməkdir. Yəni mouse'dan üzərinə gələndə fikir verin. Qırmızıdır. Mouse'un üzərinə gəlirəm, olur yaşıl. Fikir verirsiniz. Siz bu hover elementini çox istifadə. Hansı ki saytda görürsüz. Menyuların üzərində gələndə forması dəyişir və yaxud da hansı elementin üzərinə gəlsə forması dəyişirsə, bu hover elementinin köməyi ilədir. Və yaxud da mən istəyirəm üzərinə gələndə font weight keçmişdi, bold, yəni yağlı formada olsun. Yeniləyirəm, üzərinə görürsünüz, jırnı, bold, yağlı formada oldu. Ümumiyyətlə istəyirəm ki, A taglərinin altından xətt çəkilməsin. Nə edirəm? Text, decoration, non əmri verirəm. Bayaq dedim ki, non çox lazımlıdır. Bütün A-ların altından xətlər ləğv oldu. Xətlər bildiyiniz ki, defaultdur. Yəni, browser özü harada A varsa, altından xətt çəkir, rəngini göy eləyir, nə bilim, nə edir, o sizin üçün əhəmiyyətli deyil. Siz bunu sizin öz əlinizdədir, istədiyiniz vaxt dəyişə bilərsiniz. Hover'dan başqa hansı elementimiz var? Məhz ankor tagi üçün aktiv elementi var. Aktivə mən qara rəng verəcəm. Aktiv element var, yeniləyirəm. Qırmızı, üstünə gəldim, yaşıl. Aktiv, bu çox pis gördüm, mən bunu ağ eləyirəm. Seçilməyəcək, görə bilməyəcəksiniz. Deməli, normal link qırmızı, üzərinə gəldim, yaşıl və üzərinə klikləyəndə, yəni proses icra olunanda, aktiv, yəni aktivləşəndə ağ rəngdə olsun. Baxın, mən mouse'un birinci düyməsini sıxmışam əlimlə. Üzərinə gələndə fərqlidir. Mouse'un birinci düyməsini əlimlə sıxanda isə nə olur? Aktiv formada olan hərf çağırılır. Yəni, aktivdə nə olsun yazmışam? Heç nəyini dəyişmə. Bir dənə kalasını dəyiş, ağ elə. O da deyir, baş üstə. Gəlir kalasını dəyişir, ağ rəngdə eləyir. Bir də var, rəng dəyişəndən sonra nə baş versin? Getdin sayta, ziyarət elədin, qayıtdın. Yəni, istifadəçi bunun əksər saytlar nəzərə alırlar. İstifadəçi bilsin ki, mən bu elementi artıq ziyarət eləmişəm.
Məsələn, mən buna baxmışam, bu xəbəri oxumuşam və yaxud da nəsə. Bunun üçün visited, yəni ziyarət olunmuş link, baxılmış link istifadə olunur. Baxılmış linkləri də yenə də göy rəngdə məsələn istifadə eləyək. Baxılmış linklər üçün gördüyünüz kimi göy rəng. Artıq link baxılı baxın. Ona görə göy rəngdə istifadə olunur. Baxaq. Bəli, baxılmış link göy rəngdə istifadə olunur. Siz bunların hamısını eyni. Məsələn, sizin üçün fərqi yoxdur. Elə bir linkdir ki, bunun visitedi, aktivi, hovəsinin fərqi yoxdur. Onda nə edirsiniz? Keçən dəfə ifadə eləmişdi, lakin bunların qruprovkasını deməmişdi, qruplaşdırılmasını. A link, o cümlədən A aktiv, o cümlədən A hovə, o cümlədən nə bilim hansına vergüllə siz bura bir dənə nə istəyirsiniz yazın. Bir dənə bura table yaza bilərsiniz. Nə bilim bura bir dənə class yaza bilərsiniz. Vergüllə eyni xüsusiyyət ki, bir neçəsinə aid olacaq. Vergüllə onu qeyd edə bilərsiniz. Və bir dənə də dalınca bir dənə ID yazın. Yəni, hansı elementləriniz ki, eyni xüsusiyyətlidir, onları elə vergüllə qeyd edib mənsub edə bilərsiniz. Bunu hələlik mən silirəm, bu bizim əhəmiyyəti yoxdur. Ümumilikdə bu A sizə çox lazım olacaq. Bunun məntiqi də aydın oldu. Mən niyə görə sildim? Çünki o tanısın ki, bu ziyarət olunmamış linkdir. Gördüyünüz kimi, ziyarət olunmuş linkin xüsusiyyəti. Bu elementlər yəqin ki, aydın oldu. Link, hovə, active, visited. Bunlar hamısı aydındır. Və yaxud da aktiv olanda ümumiyyətlə bir başqa forma alsın. Rəngini dəyişsin, şriftinin ölçüsünü dəyişsin, şriftinin face-ini dəyişsin. Bunu artıq özünüz təyin edirsiniz. Gördüyünüz kimi, CSS ilə siz daha çox bacarığa sahib olmuş olursunuz. Saytın ən incə elementini kimi dəyişə bilirsiniz. Hansı ki, məsələn, linkin üzərinə gələndə bu əl işarəsi, barmaq işarəsi ki, peyda olur. Siz onu da dəyişə bilərsiniz. Yəni, footerda A-da tutaq ki. Buna deyirlər kursor funksiyası. Kursor default olaraq pointerdir. Nə zaman pointerdir? Əgər bu A hərfdirsə, A ankorddirsə, pointerdir. Mən bunu eləyirəm, hansını move eləyirəm. Move. Move-dursa, gördüyünüz, baxın üzərinə gələndə bu yer dəyişmə funksiyası. Görürsünüz bu işarəni, yer dəyişmə. Və yaxud da üzərinə gələndə help. Görürsünüz, baxın burada lampiçka işarəsi, help. Və yaxud da üzərinə gələndə no drop. Və yaxud da not allowed. No drop. Görürsünüz, qırmızı. Yəni, çəkməyin, dartmayın, no drop. Yəni, not allowed, yəni aktiv deyil. Siz eyni zamanda bunu istifadə etməklə, məsələn, A hərfi dəyişməklə də edə bilərsiniz. O cümlədən və yaxud da başqa. Mən istəyirəm ki, lorem üzərinə gələndə həmin kursorun elementi olsun məndə help, yəni işıq, lampiçka işarəsi olsun, lampa işarəsi olsun. Onu da istədiyiniz kimi qeyd edə bilərsiniz. Not drop. Aydın oldu. Yeri gəlmişəm, bu işləyəcək ya, yəni sadəcə işarəsi dəyişib. Üzərinə vurdunuz, sayt icra olunacaq. İşarəsi dəyişib sadəcə. Kursorun da elementləri aydın oldu. İndi isə siyahılara baxmaq istəyirdim. Artıq vaxt itirməmək üçün hazır siyahı tərtib eləmişəm. Siyahılar da bildiyimiz kimi yul, unordered list və listin elementləri var. Hazır bir header əlavə eləyirəm. Adətən çünki menü hissəsi headerdə olur. Header'ı əlavə etdim. Qarşısında header'ın biraz hündürlüyünü dəyişim. Mənə hazırda belə lazımdır. Header'da gördüyünüz ki, HTML, CSS, PHP, MySQL, Ajax, SEO. Mənə nə lazımdır? Header'in daxilində olan nə? Header ul. Header'in ulunu dəyişirəm. Nəyini? List, style, type. List, style, type. Şimdi yazaq bura. Disk. Yeniləyirik. Disk. List, style, type. Square. Yeniləyirik. Gördüyünüz kimi kvadrat. List, style, type. Upper, Roman.
Roma rəqəmləri ilə siyahılansın və upper böyük hərflərlə və yaxud da kiçiklə lower alfa A, B, C, D, E, F, G. Deməli, list style type HTML-də keçmiş style'ın eynisidir. Sadəcə sintaksisi və forması fərqlidir. Bunun yerinə list style, bunu mən kommentləyirəm, list style non verirəm. Yəni, siyahının qarşısında heç bir marker olmasın. List style non. Və yaxud da bunu da kommentləyim. Və yaxud da mənə lazımdır list style image. Yəni, siyahının qarşısında müəyyən bir şəkil olsun. Onun üçün də URL verməliyəm. Baxın, CSS-də URL vermə qaydası. Image verirsinizsə URL, image'in adını, məsələn, mən elə bir dəfə götürəm daha, yara neyim eləmirəm. Adını yazdıq və OK. Yenilənmə. Bəli, çünki URL dırnaq içində olmalıdır. Gördüyünüz kimi, onu tanımadı deyə defaultunu gətirdi bura. Default sirkulları gətirdi. Tanıyır və yeniləyirəm. Image, style, list, style. Təbii ki, problem nədədir? Problem ondadır ki, bu element CSS-in içərisində deyil. Yaxşı oldu, qarşımıza çıxdı. CSS-də bu HTML-də olduğu kimi geri çağırma. Yəni, CSS-in içərisindən çölə çıxmalıdır, bu elementi buradan götürməlidir. Yadda saxlayırıq, yeniləyirik və tanıdı. Aydın oldu. Deməli, list style image üçün URL təyin etmək lazımdır. Ondan sonra markerlər istədiyimiz URL-dən təşkil olunacaq. İstədiyimiz şəkli marker kimi təqdim edə bilərik. Bundan əlavə, sizin daha çox istifadə edəcəyiniz isə, mən bunu bura gətirirəm. List style'ı non eləyirəm, yəni olmasın. Bu saytın header hissəsində menyu görürsünüz bir xətt üzərində. Bax, həmin menünü tərtib etmək üçün display funksiyası var. Display çox məşhur funksiyası, bundan da çox istifadə edəcəksiniz. Display inline funksiyası var, yəni bir xətt üzərində göstər. Display inline xüsusiyyəti nədir? Bir xətt üzərində göstərilməsi. Gördüyünüz kimi göstərmir. Niyə? Çünki display inline funksiyası ula yox, liyə aiddir. Aydındır. Ulu onsuz olduğu kimi göstərir. Lisini, yəni elementin özünü bir sətir boyunca göstərsin. Və yenilənmə gördüyünüz kimi. Əgər biz bura href versək, 1 href, 2 href, gəlin heç href verməyə. Bayaq dediyimiz o kursor pointer məsələsini təyin edək burada. Kursor pointer. Və href olmasa da gördüyünüz kimi əl işarəsi yaranır. Amma təbii ki, üstünə klikləndə heç nə baş verməyəcək. Sadəcə əl işarəsidir. Aktiv element deyil. Display inline məsələsi də aydın oldu. Siz eyni ilə buna hover verməklə saytınızın artıq yuxarı menyusunu hazır etmiş olursunuz. Bundan əlavə, siz CSS-in bütün funksiyalarını HTML vasitəsilə də verə bilərsiniz. Bunun üçün sizə lazımdır istənilən tagin içində style atributunu yazmaq və bu sintakslə style bərabərdir dırnağın içində hər hansı bir funksiyasını qeyd etmək. Bunun üçün, məsələn, şərti olaraq keçmədiyimiz bir funksiya yazıram. Text transform. Yəni, mətnin çevrilməsi. Text transform uppercase. Yeniləyirəm. Bütün yazılan, mən bunların hamısını qoyub balaca eləyim. CSS balaca olsun. Muscle balaca olsun.
text transform uppercase. Font size-da 18 piksel eləyim. Baxın, bütün yazılan mətnlər hamısı böyük şriftlə göstərildi. Eynisini uppercase-in əvəzinə lowercase eləyə bilər. Yəni siz kiçik də yazsaz, CSS onu özü böyüdəcək. Lowercase. Lowercase isə hamısını kiçildəcək. Bir də nə var sizdə? Capitalize. Burada belə bir funksiya var. Yazılan ilk, yəni sözün ilk hərfini böyüdür, digərləri isə kiçik yerində qalır. Yalnız ilk hərf böyüyür. Bunun adı nədir? Capitalize. Xüsusi bir şeyi nəzərinizə çatdırım. Çox incə bir nüansdır. Siz bunu xarici dərslərdə görməyəcəksiniz. Çünki onlara lazım olmur. Uppercase funksiyası praktikadan deyirəm ki sizə. Baxın, hamısı böyük hərflə. Hər şey qaydasında. Bu o zaman qaydasında olacaq ki, siz yalnız ingilis şriftləri istifadə edəsiniz. Aydındır. Lakin Azərbaycan şriftləri dəstəkləməyəcək. Mən bura Ajax-ın yerinə elə Azərbaycan şriftləri məşhurların hamısını yazıram. Bu məndə kodirovka dəyişim. 1, 2, 3, 4, 5. Sonra bu özü yeniləyirik. Mən burada UTF-8 verməmişəm. Meta Charset UTF-8 baxırıq. Lowercase-imiz burada qaydasındadır. Niyə? Çünki hamısını onsuz böyük hərfinə yazmışıq. Eynisini bunun ardınca balaca hərfinə yazaq. Çünki məntiqlə lowercase-in elə funksiyası onu böyütməkdir. Bir dənə də i-miz də var burada. Yazmışam i-ni, i də fərqlənir. Yazırıq, nə görünürük? Nə bilim, nə, i hərfi tanımır. Gördüyünüz kimi bütün hərflər qaydasındadır. Niyə görə qaydasındadır? Çünki biz Firefox-un axırıncı versiyasından istifadə edirik. Burada UTF-8 artıq bərpa olunub. Lakin digər brauzerlərdə problem qarşınıza çıxa bilər. Nə qədər də Firefox-un axırıncı versiyası olsa da, gördüyünüz kimi böyük i hərfi ilə bağlı bizim problemimiz qalmaqdadır. İngilis dilində yazılmış kiçik hərfimiz, hansı ki i hərfi böyüdəndə bizim qarşımıza problem yaradır. Ona görə əgər uppercase-dən istifadə edirsinizsə, böyük i hərflərindən ehtiyatlı olun. İngilis dilində kiçik i hərfini böyüdüb bizim dildə oxunan i hərfinə çevirəcək. Lakin istədiyimiz i hərfinə çevirə bilmir. Buna görə uppercase-dən istifadə eləyəndə bir göz gəzdirin. İşləməməyin səbəbi də sizə aydın olsun. UTF-8 ilə bağlı problemlərdir. İndi sizinlə kiçik bir təcrübə keçirmək istəyirəm. Baxın, stylın içində menyunun rəngini verirəm. Color. Color red. Yenilənmə. Bəli, tanıyır. Problem yoxdur. Başqa nə edirəm? Header'ın içində all li. Color. Burada orange verirəm. Orange tanıyır, problem yoxdur. Sonra bunun özünə bir ID verirəm. ID bərabərdir test class bərabərdir test. Yoxlayıram. ID test color green. Bir də ki bunun klassını yaradıram. Class test white. Yeniləyirəm. Hansı rəngdə oldu? Təsəvvür edirsiniz, çağırma dərəcələrinə baxın, zəhmət olmasın.
Mən bunu ID-si ilə çağırdım. Eyni rəngi ID-sinə verirəm. Eyni rəngi klassına verirəm. Eyni rəngi style-la verirəm. Sonra eyni rəngi bir də ana elementinə verirəm. Fikir verin. Ana elementi header, ul, li. Lakin ən böyük nəticəni alır harda? Ana elementindən gələn rəngdə. Gəlin biz buna ümumiyyətlə Firebug-la baxaq. Elementimizə baxırıq. Və buradan baxacaq qəşəng. List style kalanı götürür. Düşdü aşağı. Deməli, testdən gələn kalanın üstünə xətt çəkib götürmür. Bu birisindən gələn kala ağdır, götürmür. Elementin style-la gələn kalanı götürmür. Lakin header, ul, li. Buradan gələn kalanı götürdü. Niyə? Çünki bundan daha çox istifadə etmişik. Üstünlüyü var bir burada. Üstünlüyü biz necə qeyd edə bilərik? Birinci style. Bax, burada yazdığınız ən birinci buradan götürəcək. Ən böyük üstünlüyü buradır. İkinci üstünlük ID iləndir. Üçüncü üstünlük classlandır. Dördüncü üstünlük tag iləndir. Yəni, dördüncü üstünlüyü bunun tag iləndir. Tagə müəyyən bir xüsusiyyət verirsə. Lakin bizdə baxın, buradan götürdü. Niyə? Çünki burada həm tag ilə var, həm ID-si ilə var, həm də ana tərəfdən xətt gəlir. Ona görə orange götürdü. Çox incə məsələ var. Bunu vaxt keçicə özünüz dəqiqləşdirəcəksiniz. Lakin mən burada orange silirəm. Baxın, görək nə götürür. Orange saxlanət eləməmişəm. Orange silirəm. Qırmızı rəng. Qırmızı rəng hardan gəlir? Baxaq, qırmızı red. Dediyimiz ki, birinci hansıdır? Style-dır. Style-la götürdü. Amma burada necədir? ID ilə ana element üst-üstə gəlir. Yəni, tag-nə də element verirəm, anasına da element verirəm. Ona görə nə olur? ID ilə tag bir-birini cəmlənir. Ona görə bunları götürür. Yəni, buradan götürür, fikir verdiyiniz kimi. Header, ul-lidən. Orange verirəm, yeniləyirəm, orange qəbul eləyir. Bu, miras almanın, belə deyək, miras almanın mənsub olma hara daha çox aiddir. Bu testlə bunu biz müəyyən etdik. Vaxt getdikcə özünüzdə təkmilləşdirəcəksiniz, biləcəksiniz ki, nəyi verəndə hansı elementdə dəyişilir. Bir də bir nüansı deyim. Siz əgər iki klassın xüsusiyyətlərini bir tagdə cəmləşdirmək istəyirsinizsə, test 1. Bunu yazsanız təbii ki, işləməyəcək. Sizə nə lazımdır? Test və test 1. Baxın, iki klassın xüsusiyyətini bir tagdə yazmaq istəyirsinizsə, bunu belə yazmağınız qanuna uyğundur. Yəni, sintaksis budur. Əks halda qəbul etməyəcək. Bu da sizin iki klassı istifadə etməyiniz. Ümumiyyətlə, bugün keçdiyimiz dərslərdən blok modeli, border, margin padding, href istifadə eləmək, cursor pointer, background-da rəng vermək və siyahılarla işləmək, privilegiyalar, hansının üstünlüyü daha çoxdur, hansı hardan rəng verməyə və xüsusiyyətlə vermənin üstünlüyü hardansa onu təyin elədi, menünü təyin elədi və s. Bugünkü dərsimiz bundan ibarətdir. Evə tapşırıq kimi siz CSS Zend Garden-dən götürdüyünüz saytı daha da təkmilləşdirin və bugün keçdiyimiz elementlərdən ora əlavə edin. Diqqətinizə görə minnətdaram. Allah amanında.